Axşamınız xeyirli olsun, hamınızı salamlayıram. Bugün sizə bir uşaqlıq xatirəmi danışacağım. 1980-ci illərin əvvəlləri idi. Mən təxminən 4, 5 və ya 6-cı sinifdə, böyük ehtimalla 4 və ya 5-ci sinifdə oxuyurdum. O vaxtlar mənim böyük qardaşım Müseyib Sumqayıtda Kimya Texnologiya Texnikumunda oxuyurdu və bir neçə günlük kəndə gəlmişdi. Əvvəlki gün eşitdik ki, bəs Pircahan da bizim qonşu kənddə, harda ki atam poçtu müdürü işləyirdi, orada toy var. Rəhmətlik Həmdəm dayının oğlu Mehdinin, rəhmətlik Mehdinin, Mehdi də müharibədə şəhid oldu, Allah ona qəni-qəni rəhmət eləsin. Mehdinin toyudur və təbii ki, toyun birinci günü atam Pircahanda işlədiyi üçün həmişə olduğu kimi o kəndin bütün xeyir, şər məclislərinə atam həmişə iştirak edib, o toya gedib, necə deyirlər, nəmərin yazdırıb. Amma toyun ikinci günü qardaşım dedi ki, bəs bu toya Səxavət Məmmədov gəlib. Bu çox tanınmış bir müğənnidir. Mən təbii uşağam, tanımıram Səxavəti. O vaxtlar bilirsiniz, kənd yerində mən kimi bəlkə əksəriyyət tanımırdı. Çünki belə desək, heç evlərin bəzisində, ailələrin bəzisinin televizoru belə yox idi. Bizdə var idi, bizdə təxminən 75-76-cı illərdə təxminən və ya 74-də atam almışdı televizor, amma yəni kənddə dediyim kimi yəni Səxavət Məmmədovu tanıyan çox az adam olardı. Nəsə qardaşım dedi ki, bəs çox məşhur müğənnidir. Atamla icazə aldı, dedi ki, mən toya getmək istəyirəm. Neyse atam buna pul verdi, həmişə olduğu kimi. Atam o böyük qardaşıma həmişə artıqlamasıyla pul verərdi. Biz durduq, kəndimizdən Seyid Calaloğlu Eldar'la, Eldar, Seyid, mən, bir də bir-iki nəfər də vardı, onları xatırlamıram. Durduq, getdik Pircahana. Getdik Pircahana, gün ortadan azca keçib yay vaxtıdır. Toyun padşahı da, bizdə toyu idarə edən adama padşah deyirlər. Toyun padşahı da rəhmətlik Muğan daydı. Neyse biz kənarda durmuşuq, bizi dəvət edən filan yoxdur, amma deyək ki, mağarın aşağı tərəfində durub toya qulaq asırıq. Səxavət Məmmədov da doğrudan da gözəl oxuyur. Mən orada ilk dəfə onu canlı görürəm. Neyse toya bir hardasa axşamüstü 5-6 olardı. Toya bir müddət bizim kənddə axşam ara verərlər, bir hardasa yarım saat, bir saat. Həm musiqiçilər istirahət edir, həm də cəmaat gedir. Axşam evlərini, heyvan qaranı, mal qarasını rahatlayıb qayıdır gəlir. Çıxdıq. Biz də qardaşım, Eldar, mən, bir-iki nəfər çıxdıq belə. O Həmdəm kişinin evinin qabağında orada təpə vardı. Təpədə gözləyirik, təpə kimi yer yəni. Bir də gördük ki, Səxavət Məmmədov çıxdı, mağaradan çıxdı. Maşını da bizim dayandığımız yerə yaxındı. Bir yaşıl Jigulisi vardı, 03, Jiguli 03. Gəldi bizə tərəf, gəldi, salam verdi, hamı ilə bir-bir də əl tutdu, mənlə də əl tutdu. Dedi ki, sən də toya gəlmişsən, bu kənddənsən, dedim, yox, mən qonşu kənddəyim. Neyse, qardaşımla biraz söhbət elədilər belə qısa. Yəni, bu adam, indi mən onu xatırladım, o qədər sadə, o qədər səmimi bir adam idi ki, Allah ona qəni-qəni rəhmət eləsin. Sadəcə Səxavət Məmmədov ifasıyla deyil, mənim yaddaşımda o kiçik bir epizodda, amma sadəcə bir müğənni kimi yox, bir səmimi, sadə bir insan kimi, dəyərli bir insan kimi yadımda qaldı. Bax, sonra axşam yenə toy başladı, təzədən biz getdik, qulaq astıq. Toyda hətta qardaşım bir musiqi sifariş verdilər, oynadılar. Orada hətta bir balaca Eldar biraz dava salmaq istədi, neysə biraz oldu. Onun dayıları onsuz da Pircahan həmin kənddəndir, Pircahandandı. Neysə qohumları filan gəldilər, aranı sakitləşdilər və həmin gecə qayıtdıq, gəldik. Amma baxın, bu neçə il keçib üstündən, 50 ilə yaxın bir vaxt keçib. Mən o hadisəni unutmuram, o Səxavətin bizimlə necə söhbət elədiyini, bizimlə necə səmimi olduğunu,
necə sadə davrandığı indi də yadımdadır. Və hər dəfə o yadıma düşəndə ona rəhmət oxuyuram, dua oxuyuram. Ruhu şad olsun. Bir daha bu akşam yad elədim böyük sənətkarımızı, o ecazkar səsin sahibini yad elədim. Ona bir dua oxudum, Fatiha oxudum. Yeri cənnət olsun, ruhu şad olsun. Baxın, bizim zamanımızda belə sənətkarlar vardı. İndiki sənətkarlar da belə sənətkarlara baxıb özlərini nizamlamalıdırlar. Onların həm sənətinə baxıb öyrənməlidirlər onlardan, həm də onların insanlıqlarından dərs almalıdırlar. Bir daha Allah Teala Səxavət Məmmədova, şəhidimiz Mehdiyə və adını çəkdiyim, çəkmədiyim dünyadan köçən kəndçilərimizə, qonşu kəndçilərimizə Allah rəhmət eləsin. Yaxşı insanlara Allah rəhmət eləsin, ruhları şad olsun. Allah'a emanet olun, inşallah görüşərik.